Son məlumatlara görə Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlanacağı gözlənilir. Hazırda isə pensiya kapitalından istifadə yaşı əsas müzakirə obyektidir. Bu istiqamətdə fərqli fikirlər var. Kimisi 50-55 yaşda ödənişlərə əlçatanlığı təklif edir, kimisi isə daha erkən yaş dövrünün məqbul olduğunu deyir. Özəl fondlarla bağlı dünya təcrübəsi necədir? Əslində hansı yaşdan etibarən pensiya kapitalımızdan istifadə etməliyik? Qlobal Infoya danışan iqtisadçı Xalid Kərimli deyib ki, özəl pensiya fondları barədə müxtəlif praktikalar mövcuddur. Məsələn, Böyük Britaniyada 55, ABŞ-da 59, Avropa İttifaqında 60-65 yaş arasında bu hüquq yaranır. Azərbaycanda ümumiyyətlə pensiya çıxma yaşı həddən artıq yüksəkdir. Kişilərdə bu rəqəm 65-dir, qadınlarda isə 2027-ci ilə qədər belə olacaq. Yəni ölkəmizdə pensiya yaşının 6 aydan bir artırılması düzgün deyil. Təbii ki, özəl pensiya fondlarında bir qədər yumşalma olmalıdır. Onsuz da icbari pensiya sistemi şərtdir. Orta yaş müddətini 74 götürsək, vətəndaşlar cəmi 9 il ortalama pensiya almaq hüququna malik olur.